وذكر فإن الذكرى تنفع المؤمنين. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. En birinci alemlerin Rabbi olan Allah'a hamd senalar olsun ki yine müveffek elədi, toplaşdıq. Allah'a hamd olsun ve biz devam edirik şerh kitab El-Kebair. Muhammed Et-Temimi Rahimahullah'ın Böyük Günahlar kitabını oxumağa devam edirik. Və istəyirəm ki Allah Subhanahu wa Ta'ala oxuduğumuzda, dinlədiyimizdə bizi ixlaslı etsin. Nə ixlaslıdır, o qalacaq. Və inşallah deməli biz qalmışdıq Böyük Günahlar kitabında bəb zikril kibir, təkəbbürlüyün xatırladılması, təkəbbürlük haqqında məlumat, təkəbbürlüyün bəyan olunması fəslində qalmışdıq. Təkəbbürlük nədir, necə olur, hansı hallarda insan təkəbbürlü sayılır və s. Və müəllif Muhammed Et-Temimi Rahimullah deməli bu fəsli açır, təkəbbürlük fəslini açır və fəsli açan kimi 3 dənə ayə gətirir. Və sonra bir neçə hədis gətirir. İlk olaraq ayələri oxuyaq, sonra Şeyx Salih Əl-Fovzan bu ayələr haqqında danışacaq, şərhə baxaq. Və deyir ki, və qavlullahi Teala, Allah Subhanahu və Teala buyurur ki, İnna Allah la yuhibbu mən kənə muxtələn fəxura. Allah təkəbbürlü olan bir kimsəni və fəxura, yəni özü ilə öyünən, gələcək o sözlərin mənası nədirsə, özü ilə öyünəni Allah Subhanahu nədir? Bəyənməz, sevməz. Növbəti ayədə Allah Subhanahu buyurur ki, İnna Allah la yuhibbu kullə muxtəlin fəxur. Allah təkəbbürlü olan, özünü bəyənən bir kimsəni sevməz. Növbəti ayədə Allah Subhanahu buyurur ki, 3-cü ayədə Fələbi'sə məsvəl mütəkəbbirin. Təkəbbürlü olanların sığınacağı dönüş yerləri necə də pisdir. Və bu ayələr barədə Şeyx Salih Əl-Fovzan deyir ki, Əl-kibru min əfətil qalbi və min ə'məlihi. Təkəbbürlük qəlbin xəstəlikləri və qəlbin əməlidir. Təkəbbürlü insan qəlbi ilə olur. Zahirində bəzi şeylərlə bilmirsən bunu. Yəni gözəl geyinməyi ilə və s. Şeyx toxunacaq o məsələlərə. O təkəbbürlüyündən deyil. Təkəbbürlü insan qəlbində olur. Sonra Şeyx deyir ki, Fəl-kibru huvət-tərəfu an qabulil haqqı və tərəfu aləl-nəs. Təkəbbürlük nədir? Təkəbbürlük haqqı qəbul eləməmək və insanlara qarşı yuxarıdan aşağı baxmaq, özünü onlardan üstün görmək. Təkəbbürlük budur. Allah Subhanahu taala buyurur, başqa bir ayə gətirir ki, İnnehu la yuhibbul mustekbirin. Allah Subhanahu taala təkəbbürlük eləyənləri nədir? Sevməz. Və bu həmən 3 ayədə də gəldi, Allah Subhanahu sevməz təkəbbürlük eləyənləri. Və Şeyx Salih Əl-Fovzan bu ayədə də bunu gətirdi. Sonra deyir ki, kafirlər nəyə görə kafir olublar? Nəyə görə yəni dində deyirlər? Nəyə görə İslamı qəbul eləmirlər? Allah Subhanahu təhliyini, rəsulların ümumən dəvətini nəyə görə qəbul eləməyiblər? Şeyx deyir ki, "Vel-kuffaru innema kafaru və rafadu ittiba'ar-rusul min babil kibr." Kafirlər zaten təkəbbürlükləri səbəbi ilə qəbul eləməyiblər rəsulların gətirdikləri dəvətləri, risalələri. Buna görə də qəbul eləməyiblər, təkəbbürlük eləyiblər. Sonra bunu isbat edir Şeyx. Həmən məsələni isbat edir, onların təkəbbürlüyünü. Deyir ki, onlar deyirlər ki, biraz mövzumuz uzundur, bəzi yerləri təkrarlar var, ötürəcəm. İnşallah indi izləyən qardaşlar olur, belə izləyirlər kitabı, sonradan YouTube'dan dinləyib. Bəzi yerləri təkrarlar var deyə ötürürük. Və Şeyx burada deyir ki, isbat edir onların təkəbbürlüklə inkar elədiklərini, iman gətirmədiklərini. Deyir ki, Allah Subhanahu buyurur ki, onlar deyirlər ki, "Len nu'minu hatta nu'ta misle ma utiya Rasulullah." Biz iman gətirmərik, hətta rəsullara verilənlər bizə verilməyincə. Yəni bizə də peyğəmbərlik verilməyincə iman gətirmərik. Fikir verin, öz nəfslərini necə də təzkiyə edirdilər, necə tərifləyirdilər, özlərini necə üstün görürdülər. Hətta bizə də peyğəmbərlik verilsin ki, biz də iman gətirək deyirdilər. Və bu da təkəbbürlükdəndir. Yəni insan özünün hansı halda görməlidir ki, ona peyğəmbərlik verilməyini gözləsin. Bu da təkəbbürlükdən. Onlar təkəbbürlüklə inkar edirlər. Və həkəzə sonra deyir ki, yəni bu cür deyir, onlar haqqı bu səbəbdən, təkəbbürlüklər səbəbindən və s. tərk elədilər.
Sonra burada gözəl bir kəlmə işlədir. Deyir ki, "Vel kibru maradun xatirun və qalləmən yəsləmə minhu." Təkəbbürlük deyir, təhlükəli bir xəstəlikdir. Çox az insan, subhanallah lazım, fikir verin, çox az insan ondan xilas ola bilir, canını qutara bilir, salamat qala bilir. Çox az insan. Lakin deyir insan, "Lakinnel insane yuqavimuhu bit-tavadu' vel-inkisar beyne yedeyillah." Lakin deyir insan bundan mübarizə aparmalıdır. Mübarizəni nə ilə aparırsan? Təvazökarlıqla, təvazökar olmaqla və Allahın qarşısında boynumu bükməklə. Allahın qarşısında çökməklə. Üz insanın bədənində ən şərəfli yeridir. Amma üzünü yerə qoymaqla, səcdə eləməklə bu cür təkəbbürlüyü sındıra bilirsən. Sonra ayəni gətirir, deyir ki, müəllif Muhammed Ət-Təmimi rahimehullah bu ayəni gətirdi. "İnnallaha la yuhibbu men kana muxtalan fakhura." Allah təkəbbürlü, özünü bəyənəni, fəxirlənəni özü ilə və sair nəfsi ilə sevməz. Bu ayəni gətirdi. Deyir ki, ayədə keçən muxtal və fəxur sözləri hər ikisi də deyir təkəbbürlük sözündəndir. Və onlar nəyləri ilə, təkəbbürlü insanların təkəbbür sinifləri nələrdir? Ən çox insanların təkəbbürlü etdiyi şeylərdən nələrdir? Şeyx onlardan bəzilərini gətirir. Deyir ki, insan nəfsi ilə fəxirlənir, nəfsi ilə təkəbbürlü eləyə bilir. Həmçinin öz atası ilə, nəsli ilə, soyu ilə və həmçinin onların hansısa bir məqamda olmağı ilə və yaxud da onların hansısa bir, yəni öz soyunun hansısa bir fəzilətli bir yerdə, məqamda olmağı ilə insanların qarşısına fəxirlənməyi təkəbbürlükdən ola bilər, deyir şeyx. Və nəsil nəcabəti ilə ümumən fəxirlənməyi, bunlar hamısı Allah Subhanahu taalanın qəzəb etdiyi təkəbbürlüyə daxil olur, deyir şeyx. Fikir verin, "Annallaha yabğadu el-muxtal el-faxur." Çünki Allah Subhanahu belə bir kimsəyə qəzəb eləyir, qəzəblənir. Ona görə diqqətli olmaq lazımdır. Yəni özünü təmizə çıxartmaya ehtiyacı yoxdur da. Mən təkəbbürlü deyiləm, mən falan şey təkəbbürlüyünə etmirəm. İnsan özünü mühakimə eləməlidir. Ədalətli bir tərəziyə qoymalıdır özünü. Hansısa səni qoyacaqlar zaten ədalətli bir tərəzidə. Nə idisə o çıxacaq özə. Nə qədər ki o tərəziyə qoyulmamısan, o tərəziyə atılmayıb əməllərin, hərəkətlərin, davranışların, sözlərin, özün mühakimə elə. Və sonra şeyx burada mühüm bir məsələyə toxunur. Deyir ki, وَكَذَلِكَ الْفَخْرُ بِالْأَحْسَابِ وَالتَّعْنُ فِي الْأَنْسَابِ فَهُمَا مِنْ أُمُورِ الْجَاهِلِيَّةِ. Deyir ki, deməli nəsil nəcabətlə, onların şan şöhrəti ilə öyünmək və həmçinin başqalarının nəsil nəcabətinə tənə eləmək, bəyənməmək, onları alçaltmaq və s. bununla onların kiminsə nəsil nəcabətinə kimisə utandırmaq kimi məsələlər cahiliyyət dövrünün iki xislətindəndir, deyir. Cahiliyyət dövründə olan xislətlərdən. Sonra hədis gətirir, Muhammed sallallahu aleyhi və səlləm deyir ki, "Arba'un fi ümməti." Mənim ümmətimdə 4 dənə sinif var, 4 dənə. Min umuril cahiliyyə, hansı ki o xislətlər, 4 dənə xislət var, onlar cahiliyyə dövründən qalan xislətlərdir. Mənim ümmətimdə qalıb. La yetruku nehunnə. Hansı ki ümmətim nədir? O 4 dənə vəsfi tərk eləməyəcək. Onun üstündə qalır. Ümmətdən, təbii ki, ümmətin hamısı deyil. Allah kimə rəhm edib, bundan özünü qurtarır bu vəsflərdən. Onlar hansılardır? Ən birincisi el-fəxru bil-əhzəb. Nəsil nəcabətlə, onların şan şöhrəti ilə, onların hansısa fəzilətləri ilə öyünmək. İkincisi və tə'nu bil-ənsəb. Nəsil nəcabətlə tənə eləmək, başqasının nəsil nəcabətindən tənə eləmək. Vəl-istisqa'u bin-nucum. Ulduzlardan yağış gözləmək və yaxud da yağışın yağmanı ulduzlara bağlamaq. Vən-niyahatu aləl-meyyit. Və həmçinin ölünün üzərində üst baş cırmaq və üzünə, başına vurmaq, döyünmək yəni. Bunlar nədir? Bu 4 dənə vəsif cahiliyyə xislətlərindəndir. Onlardan da fikir verilirsə, fəxirlənmək nəsil nəcabətlə, başqasının nəsil nəcabətinə tənə eləmək. Bu da nədir? Pis əxlaqi dəyərlərdəndir. Bundan Allaha sığınırıq. Pis əxlaqi dəyərlərdəndir başqasının nəsil nəcabətinə tənə eləmək. Dəyər verilir insan özünə. Sonra isə müəllifin Muhammed Ət-Təmimi rahimehullahın
gətirdiyi dəlillərdən bir hədis var. O hədisi qeyd edir. Şeyx Salih Əl-Fawzan burada o hədisi qeyd edir. Deyir ki, müəllif Muhammed Ət-Təmimi rahimehullah hədisi gətirir. Hədis nədir? Hədisi İbn Məs'ud radiyallahu anhu rivayet edib. Hədis belədir. La yedxulul cennətə. Fikir verin, əzəmətli hədisdir qardaşlar. La yedxulul cennətə. Cənnətə girməz. Kim? Mən kənə fi qalbihi misqalu zərratin min kibr. O kəs ki, onun qəlbində misqal zərrəsi qədər təkəbbürlük var, cənnətə girməz, deyir Allah Rasulü sallallahu aleyhi və səlləm. Fikir verin, zərrə qədər təkəbbürlük varsa cənnətə girməz. Fəqalə raculun, bir nəfər deyir, dedi, ya Rasulallah, ey Allahın Rəsulu, maraqlı gəldi. İnnər raculə yuhibbu ən yəkunə thəvbəhu həsənən və nə'ləhu həsənən. Əgər bir nəfər geyiminin və ayaqqabısını gözəl olmağını sevirsə, xoşlayır ki, gözəl geyinsin. Bunu xoşlayırsa, onda necə yəni? Onda da təkəbbürlü sayılır. Fəqalə Nəbi sallallahu aleyhi ve sellem. Muhammed sallallahu aleyhi ve sellem cavab verir. Fikir verin. İnnəllâhe cəmilun yuhibbul cəməl. Həqiqətən də Allah gözəldir və gözəl olanı sevir. Yəni bir insanın gözəl geyim geyinməyi sevməsi, gözəl ayaqqabı və s. Bunlar təkəbbürlükdən deyil. Nə qədər ki, qəlbində oturmayıb olar təkəbbürlük niyyəti ilə. Amma başqalarına daha seçilmək üçün, daha gözəl görünmək üçün, üstün görünmək üçündürsə, yenə də ona görə deyirik ki, təkəbbürlük insan qəlbindədir. Hədisdə bir dənə şahid məsələ var. Deyir ki, Allah gözəldir. Fikir verin. Bəzi azğın firqələr kimi, Allah Subhanahu taala haqqında bir dənə vəsf deyən kimi ürkürlər, qorxuya düşürlər. Sanki Allahı kiməsə bənzətdik, nəyəsə hansısa məxluqa bənzətdik. Muhammed sallallahu əleyhi və səlləm görün nə deyir? Allah gözəldir. Necə gözəldir? Necəliyin demir. Amma gözəldir. Elhamdülillah. Deyə bilərsən, Allah Subhanahu taala gözəldir. Bunda bir qəbahət yoxdur. Muhammed sallallahu əleyhi və səlləm deyib. Yəni Allaha vəsflər verməyə, o vəsflər ki, Quranda və sünnədə gəlib, narahat olmaya ehtiyac yoxdur. Və Allah gözəlliyi sevir dedi. Sonra deyir ki, əl-kibru, bəs təkəbbürlük nədir? Muhammed sallallahu əleyhi və səlləm deyir ki, gözəl geyim təkəbbürlüyə daxil deyil. Bəs təkəbbürlük nədir? İzah edir. Deyir ki, əl-kibru batarul haqqi və gamtun nəs. Təkəbbürlük haqqı, haqq sənə çatandan sonra qəbul etməmək, rədd eləmək və insanlara qarşı nədir? Özvü olaraq üstün görmək. İnsanlardan özvü üstün görmək. Bu da təkəbbürlük. Vəsf edir hədisdə. Sonra Şeyx Salih Əl-Fawzan bu hədisə şərh verir. Gəlin oxuyaq inşallah şərhi. Deyir ki, hədə fihil va'id əş-şədid aləl-müstəkbir. Bu hədisdə deyir, şiddətli hədələmək var. Təkəbbürlü olan kimsəni. Şiddətli hədə var bu hədisdə. Çünki hədisdə nə dedi? Dedi ki, lə yədxulul cənnətə. Cənnətə girməyəcək. Qəlbində miskal zərrəsi qədər varsa, təkəbbürlükdən isə girməyəcək cənnətə dedi. Çünki Muhammed sallallahu aleyhi və səlləm. Sonra burada həmən məsələyə toxunur. Deyir, bir insanın təkrarlar çoxdur, ötürək buranı. Qısa olaraq deyim, şeyx deyir ki, burada insanın gözəl geyim geyinməsi, nə qədər ki, onu insanlara qarşı təkəbbürlünmək, özünü böyük tutmaq üçün, seçilmək üçün, üstün olduğunu bildirmək üçün eləmir, onun zahiri görünüşünü gözəl etməsi təkəbbürlükdən deyil. Nə qədər ki, qəlbində deyil o istəklər. Amma qəlbində olarsa, hətta yamaqlı geyim belə geyinsə, amma qəlbində təkəbbürlük ola bilər. Şeyx o məsələləri gətirir burada, sadəcə ötürək inşallah. Çünki bugünkü mövzumuz dediyim kimi uzundur, istəyirəm ki, mövzu yarımçıq qalmasın. Sonra deyir ki, əmmə qavluhu əl-kibru batarul haqq və gamtun nəs. Amma təkəbbürlük nədir? Onun vəsfindən gətirir. Deyir ki, fəmə'nə batarul haqq. Hədisdə gələn batarul haqq nədir? Yəni, haqqı inkar eləmək. Haqq sənə çatır, bəyan olunur sənə, hüccətdə qalxılır sənə. Ayə, hədis, dəlillər. Ondan sonra inkar edirsən. Bu, təkəbbürlükdür. Və gamtun nəs nədir? Hədisdə gələn, yəni insanları təhqir eləmək, alçatmaq, onları aşağı görmək, xor görmək, özvü onlardan üstün görmək. Gamtun nəs burada hədisdə gələn. Sonra burada bir dənə şərt məsələsini gətirir, onu oxuyaq, çox mühümdür. Deyir ki, fələ yüştəratu fil mütəkəbbir ən yəkunə məzharuhu qayrə cəmilin, bəl yəştəritu fihi ən lə yəbtaral haqq və yəğmitan nəs. Deyir ki, bir insan təkəbbürlü olmağında şərt o deyil ki, zahiri görünüşü, məsələn, gözəl olsun. Yəni, gözəlliyi ilə hökm vermirsən o təkəbbürlüyünə. Nə ilə hökm verirsin təkəbbürlüyünə? Şeyx deyir ki,
haqqı inkar eləməyi ilə, haqqı gəlib deyirsən, bu xətadır, dəlil də budur. Haqqı inkar eləməyi ilə bilirsən təkəbbürlü olmağını və özünü insanlardan üstün görməyi ilə bilirsən təkəbbürlü olmağı. Allah Subhanahu taala bu vəsifələrdən bizi qorusun. Sonra burada bir hədisi gətirir Şeyx Salih Fovzan. Bu hədisi əslində biz keçən dərsimizdə oxuduq. Böyük günahların, yəni qəlblə olunan böyük günahlar fəslində o günahlar ki, qəlblə olunur. Orada biz bu hədisi oxumuşduq. Qısa olaraq baxaq nə deyir Şeyx? Deyir ki, vacibdir ki, deyir, biz bir məsələyə diqqət çəkək, deyir. Bir məsələyə diqqət çəkək. O da nədir? İnsanın gözəl geyinməyi deyir, təkəbbürlükdən sayılmaya bilər. O ki qaldı, fəleysə mə'nə qavluhu sallasın. O ki qaldı, deyir, əvvəldə oxuduğumuz o hədis ki var idi. Allah Resulü buyurur ki, həmən hədisdə, İnna Allah la yanzuru ilə suvarikum və əmvalikum. Allah sizin zahiri görünüşünüzə baxmaz və sizin malınıza, mülkünüzə baxmaz. Lakin yanzuru ilə qulubikum və a'malikum. Lakin Allah sizin qəlblərinizə və əməllərinizə baxar. Hədisi ki var. Leysə mə'nahu ənəhu aləl insani ən la yətəcəmmələ əv la lübər rizq. Yəni, bu o demək deyil ki, hədisdə insan gözəl geyinməsin. Allah Subhanahu mən zahiri görünüşümə zaten baxmır. Elə deyil. Allah Subhanahu verdiyi nimətləri insanın üzərində görməyi sevir. Sadəcə, yəni mühüm olan insanın qəlbidir. Qəlbində olmasın sənin əsas. Dünya sənin qəlbinə girməsin. O gözəlliyi sevmək sənin qəlbində olmasın. Yəni qəlblə o insanlardan yəni deyirik, seçilmək üçün, fərqli görünmək üçün, üstün olmaq üçün olmasın. Əsas budur. Sonra şeyx burada deyir ki, və kəsirun minən nəs la yəqbalunəl haqq və la havlə və la quvvətə illə billah. Deyir, insanların çoxsu var ki, haqqı qəbullən. Gəlirsən, başa salırsan, izah edirsən, ayə, hədis, qəbullənmir. Çoxsu belədir, deyir insanların, deyir. Güc və qüvvət sahibi Allahdır. Və izə qilə ləhum qalə Allah. Fikir verin, deyəndə ki, Allah belə deyib. Və qalə Rasuluhu sallallahu aleyhi və səlləm. Rəsulum, Allahın Rəsulu belə deyib. Lə yəqbalunə. Görürsən ki, qəbulləmirlər, deyir. Bu təkəbbürlük budur, Allah belə deyib, Rəsulu belə deyib deyəndə, filan kəs belə deyib, deyir. Bu, hoca təkəbbürlük. Ən böyük təkəbbürlüyün növlərindən də Allaha və Rəsuluna da özür. Allaha sığınır bunlar. Deyir, onlar deyir, tabi olurlar öz nəfslərinə, öz şəhvətlərinə, arzularına, istəklərinə və Quran ayələrini və hədisləri hansı babdan qəbul edirlər, götürürlər, onunla təbarruk eləmək üçün, ondan bərəkət ummaq üçün. Məsələn, xəstələnəndə və s. ondan ruqiyyə üçün və s. belə kimi şeylər üçün baxırsan ki, istifadə edirlər. Əmməl əməli fələ yə'məlunə illə, amma deyir, əmələ gəldikdə, o ayə ilə, o hədislə əməl eləməyə gəldikdə, onlar deyir, ona əməlləmirlər. Nə əməl edirlər? Fikir verin, illə mə yaxtutu ləhum ruəsəuhum və qaddətuhum. Öz başçıları, öz öndə gedənləri nə desələr, o cür. O cür əməl edirlər. Onlar bunlara bir dənə yol çəkirlər, xət çəkirlər, o xətlə də gedirlər. Deyəndə Allah belə deyib, Rəsulu belə deyib, qəbulləminə. Bu da təkəbbürlüyün ən şiddətli növüdür. Ən şiddətli növü. Sonra burada müəllifin izahı var. Daha doğrusu bir hədis daha gətirir, sonra izahı var buna. Gəlin oxuyaq. Müəllif Muhammed Ət-Təmimi rahimehullah başqa bir hədis gətirir. Hədisdə deyilir ki, Rava el-Buxari an Harisətə ibn Vahab. Harisə ibn Vahab sahabədir və rivayət edir ki, ənə Rasulullah sallallahu aleyhi ve sellem qal. Dedi ki, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, ələ uxbirukum bi əhlin nar. Mən sizə od əhlindən xəbər verim, onlar kimlərdir? Od əhli kimlərdir? Xəbər verim sizə. Başqa rivayətdə gəlir ki, şeyx burada qeyd eləmədi. Ələ ədullukum. Mən sizi yönəldimmi od əhlinin kim olduğuna? Yəni, işarə edeyimmi? Baş salınmır sizə onu. Sonra deyir ki, kullu utulin cəvvazin müstəkbirin. 3 dənə vəsif gətirir. Müstəkbirin təkəbbürlüdür. Amma hədis burada gələn utul nədir? Cəvvaz nədir? İnşallah onların şərhini oxuyanda biləcək. Və Muhammed Ət-Təmimi rahimehullah bu hədisi gətirəndən sonra hədisdə keçən utul və cəvvaz nə deməkdir? Ondan məlumat verir. O da əhlindən xəbər verib Allah Rəsulü. 3 sinif insandır. Təkəbbürlü, utul və cəvvaz. Utul ilə cəvvaz nədir? Oxuyuruq indi.
Muhammed Ət-Təmimi rahimehullah deyir ki, utul el-galizul cafi. Sərt davranışlı və kobud olan bir kimsədir. Sərt davranışlı və kobud olan bir kimsə nədir? O da əhlindən. Allah Resulü xəbər verir. Cəvvaz nədir? Muhammed Ət-Təmimi rahimehullah deyir ki, el-muxtal ed-daxm. Yəni lovğa və yekəxana bir kimsədir. Lovğa özündən razıdır. O belə bir kimsə də o da əhlindən deyir Allah Resulü sallallahu aleyhi və səlləm. Sonra əvvəlki hədisdə Gamtun Nəs gəldi və biz onlar haqqında danışdıq. Gamtun Nəs nə idi? İnsanları təhqir eləmək, özünü onlardan üstün görmək, onları alçatmağa çalışmaq bu idi hədisdə gələn. Və deyir, bu hədisdə vəsf var. Fikir verin, qardaşlar. Bu hədisdə vəsf var. Kibir nə deməkdir? Təkəbbürlük nə deməkdir? Onun vəsfi var. Allah Resulü bu hədisdə qısa olaraq bizə izah edib. O da nədir? Şeyx deyir ki, fi hədəl hədis bəyan mə'nəl kibir. Kibrin mənasını açıqlayıb bu hədisdə. Ənəhu bətarul haqq və qamtun nəs. Təkəbbürlük, haqqı inkərləmək, və bunlar təkrardır, bayaq dedik. Təkəbbürlük, haqqı inkərləməkdir və özünü insanlardan üstün görməkdir. Sonra başqa bir hədisi gətirir. 2 dənə qısa rəvayəti qalıb. Onu da gətirək inşallah. Bu fəsli bitirək bugün. Deyir ki, Vəli Əhmədə və sahhahahu İbn Hibban min hədis Əbi Səid. Deyir ki, İmam Əhmədin bir rəvayəti var və həmən hədisi, həmən İmam Əhmədin gətirdiyi hədisi İbn Hibban səhihləşdirib, səhih görüb o hədisi. Həmən hədis nədir? Həmən hədisdə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Mən təvada'a dərəcətən, fikir verin, rafa'ahullahu bihə dərəcətən. Kim Allah üçün bir dərəcə təvazükarlıq eləsə, Allah onu bir dərəcə yüksəldər. Sonra deyir ki, həttə yəcəaləhu fi ə'lə illiyyin. Hətta onu cənnətin ən üst təbəqəsində, illiyyin cənnətində eləyər, deyir Allah Subhanahu taala. Bir dərəcə təvazükarlığını artırarsa Allah üçün. Sonra deyir ki, və mən təkəbbərə aləllahi dərəcətən. Kim Allaha qarşı bir dərəcə təkəbbürlük eləsə, subhanallah, fikir verin, və da'ahullahu bihə dərəcətən. Allah onu bir dərəcə alçaldar. Allaha qarşı bir dərəcə təkəbbürlük edirsənsə, Allah Subhanahu bir dərəcə onu alçaldır. Hətta yec'aləhu fi əsfəli səfilin. Allah hətta onu cəhənnəmin ən aşağı təbəqəsində edir sonunda. Fikir verin, təkəbbürlüyü insana gətirdiyi bəlaya baxın. Ona görə insan özündən razı qalmamalıdır, özünü üstün görməməlidir, təvazükar olmalıdır qardaşlarına qarşı və s. Və şeyx burada izah verir, hədisdə gələn bəzi kəlmələrə. Deyir ki, və illiyyun ismu əşrafil cinan. İlliyyun nədir? Cənnətin ən şərəfli, ən üstün olan təbəqəsidir, mərtəbəsidir, deyir. Və hiyə lil mutavadi'in. Kimlər üçündür o ən üstün təbəqə? İlliyyun cənnətlər kimlər üçündür? Baxın, şeyx deyir ki, mütəvazi olan insanlar üçündür. Mütəvazidir, özünü üstün görmür və s. Mütəvazi insandır. Əl-mu'minin, iman eləyəndə Allah Subhanahu taalaya, əs-sadiqin, Rəbbi ilə, dini ilə sadiqdir. İnsanlarla sadiqdir. Bu 3 dənə vəsf. Mütəvazi olmaq, sadiq olmaq və Allaha iman eləmək. Bu 3 dənə vəsflə nədir? İnsan illiyyun cənnətinə girməyə qazana bilər. Allah Subhanahu taala bizi oranın əhlindən eləsin. Sonra deyir ki, kəmə ən-nəsiccinən şərrun niran fi əsfəli səfilin. Həmçinin də hədisdə gəldi ki, burada əsfəli səfilin, hətta Allah Subhanahu onu ən aşağı təbəqəyə atar. O da deyir, cəhənnəmin ən pis nədir? Mərhələsidir, mərtəbəsidir, ən aşağı təbəqəsi. Ora kimlər atılır? Və deyir ki, və o da kafirlər üçündür, münafiqlər üçündür və təkəbbürlülər üçündür. Subhanallah ilazim. Allah Subhanahu bizi təkəbbürlü olmaqdan qorusun. Sonra isə sonuncu hədisi oxuyaq. Bəzi yerləri düzdür, biz ötürdük. Sadəcə təkrarlar idi. Ümid edirəm ki, şeyxin verdiyi mənalardan heç nə itirməmişik.
Sonuncu bir hədisdir. Bu hədis də İmam Təbarani rahimehullahın rəvayət elədiyi bir hədisdir. Deməli İbn Ömər radiyallahu anhu rəvayət edib hədisi. İyyəkum vel kibr. Deyir ki, sizi təkəbbürlü olmaqdan çəkindirirəm. Fə innəl kibra yakunu fir raculi və in aleyhil abəə. Hətta təkəbbürlü elə bir şeydir ki, elə insan ola bilər ki, hədisdə gəlir ki, elə bir insan ola bilər ki, bircə əbası var insanın. Amma təkəbbürlüdür. Yəni təkəbbürlü sadəcə insan gözəl miniyi olanda, mal mülkü olanda, gözəl evi olanda olmur. Elə insan ola bilər ki, bircə dənə əbası var, amma təkəbbürlüdür. Yəni, insan öz-özünə nədir, aldatmasın da ki, mənim nəyim var ki, nə ilə təkəbbürlü də eləyim və s. Mən təkəbbürlü ola bilmərəm. Elə deyil. Peyğəmbər bir əbası olub, insan təkəbbürlü ola bilər. Ondan Allaha sığınmaq lazımdır. Deyir ki, fi hazal hadisi bayanul hal ba'dun nas mustakbirin. Deyir ki, bu hədisdə bəzi təkəbbürlü insanların halını vəsf edib Allah Rəsulü bizə. O da nədir? Və min zəlikə əl-mər'u təkunu aleyhil əbə. O da nədir? Ola bilsin ki, bir insan üstündə bircədən əbası var, bircədən geyimi var, vəssalam, başqa heç nəyi də yoxdur. İkinci bir geyimi belə yoxdur. Bircədən geyimi var, amma təkəbbürlüdür. Nədən? Daha doğrusu əbasının bir dənə olmasını nəyə görə gətirib hədisdə? Şeyx deyir ki, min şiddətil həcə, yəni kasıbçılığından bir dənə əbası var. O qədər fəqir insandır. Və dankəl məişə və qillətiş şey. Və yaşayışı da, dolanışığı da çox dar bir çərçivədədir. Və qillətiş şey. Və mal mülkü də azdır. Əlində olan mal mülkü də çox azdır. Yəni kasıbdır. Və mə'ə zəlikə lə təmnə'uhu halətuhu hədihi minət təkəbbür. Buna baxmayaraq deyir, təkəbbürlükdən o mane olmur bu şeylər. Kasıbdır, evi yox, mini yox, geyimi bir dənə əynində əbası var vəssalam, dəyişənəyi belə yox. Heç bir şey əlində olmaya təkəbbürlü edir. Bax bu, malı mülkü olub, gözəl mini olub, gözəl evi olub, pulu, malı imkanı olub, gözəl geyimi olub. Təkəbbürlük eləyəndən fərqlidir. Bu daha şiddətli əzab olunacaq. Bunun halı daha pisdir. Şeyx deyir ki, buranı ötürməyəcək, buranı tam oxuyacaq, çünki çox mühüm məsələləri toxunur şeyx. Deyir ki, fəhuvə fəqirun aleyhi əbəun muraqqəə. Deyir, onun üzərində bircədən yamaqlı əba olmağı ilə yanaşı, yenə də baxırsan ki, təkəbbürlüdür. Bununla o birisinin halı eyni ola bilməz, axı o imkanla. Onun təkəbbürlüyü ilə bu təkəbbürlüyü eyni deyil. Onun yenə əlində nə isə var təkəbbürlü eləyir. O da olmamalıdır, tərif kimi demirik belə, nisbət olaraq, izah üçün. Sonra deyir ki, və fil muqabil qad yakunu raculu aleyhi thiyabun cəmilətun və zu mənzarin hasan. Deyir, ola bilsin ki, bunun əksi də odur ki, insanın malı mülkü olsun, gözəl görünüşü olsun zahiri. Və huvə abidun lillahi təalə. Amma Allaha ibadət eləyən olsun. Mutavadi'un, təvazükar olsun deyir. Fikir verin, yəni ona görə də insan təvazükarlığı, təkəbbürlüyü insan malı ilə, mülkü ilə, onunla ölçülmür. Kasıbçılığı ilə və yaxud da onunla ölçülmür. İnsan qəlbi iləndir. Ona görə əvvəldə dedik ki, təkəbbürlük qəlblə olunur. Və cəə fi hədisin əxar. Başqa bir hədis gətirir. Hədisə diqqətlə qulaq asın. Nəyə görə fəqir olub təkəbbürlü eləyənlə, imkanlı olub təkəbbürlü eləyən hökmü eyni dərəcədə deyil? Fəqir olub təkəbbürlü eləyən dedik ki, daha şiddətli cəzaya layiq, daha və onun günahı çoxdur. Nəyə görə? Səbəb nədir? Hədis gətirir. Muhammed sallallahu əleyhi və səlləm bir hədisdə deyir ki, "Sələsətun la yukallimuhumullah." Allah Subhanahu taala 3 nəfər var ki, onlarla danışmayacaq. Nə vaxt? Yevmel qiyamə, qiyamət günü. Qiyamət günü Allah onlarla danışmayacaq. "Və la yanzuru ileyhim." Allah onlara baxmayacaq heç. "Və la yuzakkihim." Allah onları təmizə də çıxartmayacaq. Subhanallah. Fikir verin, Allah təmizə çıxartmayacaq. Amma bundan Allaha sığınırıq bu vəsidə. Ki Allah Subhanahu bizdən üz çevirsin, bizi təmizə çıxartmasın. Allah Subhanahu təmizə çıxartmasa kim bizi təmizə çıxarda bilər ki? Və deyir ki, hədisin davamında "Və ləhum ədəbun əlim." Və onlar üçün şiddətli əzab var, ağrı verici əzab var onlar üçün. Davam edir. Kimlərdir o 3 dənə? Deyir ki, "Uşeymitun zənin." Saçı başı ağarmış, qocalmış, yaşlı bir kişinin zina eləməsi. Fikir verin, demədi ki, başqa rəvayətdə düzdür, gəlir ki, şeyxun kəbir. Yaşına dolmuş, yaşlı şeyx, yaşlı kişi. Amma burada bu hədisdə gəlir ki, uşeymitun. Əşmətun sözünün kiçildilmiş formasıdır. Ərəb dilində qaydadır. Bəzi sözlər kiçildilir. Bəzən nə mənasında kiçildilir? Əzizləmək üçün. Bəzən də kiçildilir
təhqir eləmək üçün, alçatmaq üçün, xor görmək üçün. Muhammed sallallahu əleyhi və səlləm burada kiçiltməsi o babdandır, xor görməsi babındandır. Yəni bu belə bir insan halı o qədər rəzil bir haldır ki, ona görə Allah Rəsulü hətta sözü belə dəyişib kiçildib deyib. Uşeymitun deyib. O qədər rəzil bir əməldir, yəni yaxşı bir kişinin zina eləməsi. Nəyə görə? Gələcək inşallah. Sonra deyir ki, və ailun ikincisi kimdir? Müstəkbir. Kasıb olan təkəbbürlü. Kasıb olub təkəbbürlü eləyən. Demədi, varlı olub təkəbbürlü eləyən. Varlı olub təkəbbürlü eləyən də təbii ki, lə yədxulul cənnə. Hədislər oxuduq biz, cənnətə girməyəcək və s. Amma bu vəsiflər Allah danışmayacaq, təmizə çıxartmayacaq və s. Kimə gəlib? Kasıb olub təkəbbürlü eləyənə. Və raculun cəaləllaha bida'atahu la yeşteri illa biyeminihi və la yebi'u illa biyeminihi. Üçüncü kimdir? Allah subhanahu və teala'nı öz ticarətinə vasitə edib. Satdıqda Allaha and içib satır, aldıqda Allaha and içib alır. Ki insanlar buna inansın. Yəni Allahla ticarət edir. Allahın adını çəkir ki, insanlar buna inansın. And içir, satır yalandan, and içir, yalandan alır. Və qavluhu uşeymitun. Fikir verin, deyir ki, hədisdə gəldi ki, uşeymitun. Nəyə görə? Bu da deyir, yaşlı, qoca kişidir, sası başı ağarır və s. Zina eləyir. Ona görə deyir, o babdan kiçildirib ki, bayaq dedik ki, təhqir eləmək, alçatmaq və onu daha da xor görmək üçün. Tamam. Sonra burada gözəl bir məsləhət oxunur. Deyir ki, fələv kənə şəbbən, deyir, əgər cavan olsaydı, nəyə görə qocaya bu qınaq gəlib, yaşlıya? Çünki deyir, əgər Şeyx Salih Əl-Fovzan deyir bu sözlər, deyir ki, əgər cavan olsaydı, fərubbəmə yuqalu qaləbət aleyhi şəhvət. Ona demək olardı ki, şəhvəti ona qələbə saldı. Şəhvəti qələbə saldı və o bu münkər əmələ getdi. Lakin hədə kəbirun fissin. Lakin bu yaşda böyüdür. Yaşda çatıb müəyyən yaşa, qocalıb. Və həzə dəlilun alə hubbihi zinə. Onun bu halında gəlib zina eləməsi dəlildir ki, deyir. O zinaya meyilli insandır. O zinanı sevir. Qəlbi ilə bağlıdır o şeyə. Bu yaşında belə o əmələ gedir. Və bu da bu babdandır. O ki, qaldı kasıba. Şeyx deyir ki, hədisdə gəldi ki, və ailun müstəkbir, kasıb olan təkəbbürlü. Əl-ailu fəqir, kasıb deməkdir, deyir hədisdə gələn bu söz. Deyir, ola bilsin ki, bir zəngin bir insan malı ilə mülkünə təkəbbürlü eləsin, deyir şeyx. Fikir verin, malı ilə mülkünə təkəbbürlü eləsin. Lakin hədə fəqirun. Lakin bu deyir, kasıbdır. Leysə lədeyhi şey. Onda heç bir dənə şey yoxdur. Mal, mülk, dünya malına heç nə yoxdur onda deyir. Leysə lədeyhi şeyun yəhmiluhu alə təkəbbür. Onda heç bir şey yoxdur axı onu təkəbbürlüyə çəkən. İnsan gözəl mini olar, ondan mini səni təkəbbürlüyə darta bilər. Pulu çox ola bilər, səni təkəbbürlüyə darta bilər. Gözəl geyim geyinə bilər, təkəbbürlüyə darta bilər. Bu heç nə yoxdur deyir, kasıbdır. Bununla təkəbbürlüyür. Bu da nədir? Yuxarıdakına qiyasın deyə bilər ki, bu da nə üçündür? Bu da göstərir ki, insan təkəbbürlüyü sevir. İnsan qəlbi ilə buna bağlıdır. İstər kasıb olsun, nə olur olsun. Bu insan buna bağlıdır. Bu da onu zəngin olub təkəbbürlü eləyəndən ayırır. Sonra burada bir məsələyə də toxunaq, bundan da inşallah yekunlaşdırırıq. Deyir ki, fəl-kibru ridə Allah la yənbəği li-siva. Təkəbbürlük nədir? Böyüklənmək. Özünü hər kəsdən üstün görmək. Təkəbbürlük deyəndə təkəbbürlük əslində bir təhqir deyil. Çünki burada şeyx deyir ki, təkəbbürlük Allahın ridasıdır. Təsəvvürləyin. Təkəbbürlük bir təhqir deyil əslində. Yəni təkəbbürlük nədir? Bir şeyin hər kəsdən üstün olması və yaxud da özünü üstün görməsi. Allah Subhanahu taala yaraşır bu. Özünü hər kəsdən üstün görür. Zaten elədir. Elhamdülillah. Ona görə deyir ki, təkəbbürlük Allahın ridasıdır. Bunu özündən mi deyir, özündən demir. İndi hədis oxuyacaq bir də. Təkəbbürlük Allahın ridasıdır. Allahdan qeyrisinə olmaz, yaraşmaz. Lizəlikə təvəədə subhanahu mən nəzəəhu iyyahu bil azabil əlim. Ona görə də kim Allahdan o sifəti götürüb başqasına vermək istəyir və ya özünə vermək istəyir, Allah onu şiddətli bir şəkildə hədələyib. Qalə Rasulullah sallallahu aleyhi ve sellem. Sonra hədis gətirir. Hədis qudsi hədisdir. Qudsi hədisdir. Deyir ki, Allah Rasulü Qaləllahu təbarəkə və teala. Allah Rasulü bizə xəbər verir ki, Allah belə dedi. Əl-kibriyə ridai. Fikir verin. Böyüklənmək,
təkəbbürlülük mənim ridamdır deyir Allah Subhanahu taala. Vəl-əzəmə izəri. Əzəmətlilik isə mənim izarımdır. Sonra deyir ki, fəmən nəzəəni vahidən minhumə, o ikisindən hansı birini məndən götürmək istəsə kimsə, özünə götürmək istəsə, başqasına götürmək istəsə, nə deyir? Qazəftuhu finnar. Mən onu oda ataram deyir. Mən onu oda ataram. Allah Subhanahu Taala'dan istəyirəm ki, bizi təkəbbürlərdən eləməsin. Allah Subhanahu və Teala bizi təvazükar qullarından eləsin. Allah Subhanahu Taala'dan istəyirəm ki, danışdığımızda, dinlədiyimizdə bizi ixlaslı etsin. Nə ixlaslıdır, o qalacaq. Nə ki, ixlaslı deyil, o zayılıb gedəcək. Və Allah Subhanahu Taala elm məclislərindən qalxanda, orada olan hər kəsin günahını bağışlayır. İstəyirəm ki, buradan qalxanda Allah Subhanahu Taala hər birimizin günahını bizə bağışlasın. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk.